Salam qadam, nə tərsən, nə var? Salam xanım. Vəcəslər, gözəl oğlan. Çox sağ olun. Gör nə deyirəm, sana bir şey desəm aramızda qalar. Buyur. Bu nə alsan 10-15 manatda eləmi? Gör nə deyirəm. Mən hər gün gündə 3-4 dənə oğlanla tanış oluram. Onları aparıram, roxluyuram. Bax, restoranlara da gedirəm, otururam, yeyirəm, içirəm, oradan faiz alıram. Bax, elə ki, gündə sənin mağazininə 2 dənə 3 dənə oğlan gətirəcəm. Buradan mal aldıracam. Sonra o malları sana qaytaracam. Başa düşdün? Onlardan ay sağ ol. Üstün qod deyir ki, bu papağım düşdü. Papaq düşsə xeyir adam deyirsən sən. Gör nə deyirəm. Hə, indi oğlanları gətirəcəm, bu oğlanları loxlayacam burada. Hə, onlara mal aldıracam burada. Sonra malları gətirib qaytaracam. İndi sən mənə yəqin ki, hörmət eləyəsən də ondan xeyir. Mütləq, ölmür elə şey üçün. Ay sağ ol. Elə ki, səndən alıram, satıram. Başa düşdün? Aldım qoz, satdım qoz olmasın ha ta. Birdən mənə atış gələr sənə. And olsun Allah sənin üzünə bir cırmaq ataram. Heç bir kosmetolog onu sənin üzündən yox eləyəməz. Eşitdin məni? İndi büyün 4 dənə oğlan var əlimdə. Gətirəcəm. Bu şeydən tutmuşam. Adı nədir? Azardan. Gətirəcəm bura, hə. Burada loxlayacam, sonra malları qaytaraq. Yaxşımı? Gözlərim üstə. Oldu qadağan. Oldu, gözləyirəm. Mənim adım şeydir, Ziba. Ziba altdan xət. Qoyun Instagramı deyim. WhatsApp-ını yazaram elə səni. Yazarsan. Vizitkanı ver görüm.